Düşünə bilərsiniz ki, xoşbəxtçilik böyük evdə, bahalı maşında və hər şeyin hazır olmasında. Bəlkə mən də əvvəllər elə düşünürdüm. Bakıda öz evimiz var idi. Burada isə kirayədə yaşayırıq. Bakıda onlayn işləyirdim. Burada da eyni işi evdən görə bilirəm. Həyatımda qazanc hissəsi demək olur ki, dəyişməyib. Amma dəyişən bir şey var, mən. Burada ilk dəfə də başa düşdüm ki, həyat sadəcə işləməkdən ibarət deyil. Konyaaltı playajı günümün bir hissəsinə çevrilib. Stres yerini sakitliyə verib. Yoldaşımla münasibətimiz daha möhkəmlənib. Sanki burada yenidən bir ailə olmuşuq. Ən maraqlısı isə əvvəl yaşamaq üçün işləyirdim. İndi isə həyatdan həzz alaraq və arzularımı reallaşdıraraq işləyirəm. Yəni maddiyyat tərəfdən yox, hisslərimin dəyişməsi barədə danışmaq istəyirəm. Əslində bunun böyük səbəbi də odur ki, illər əvvəl özümə elə bir peşə seçmişəm ki, hansısa şəhərə bağlanmır. Telefon və internet olan hər yerdən işləyə bilirəm. Əgər sən də gələcəyini bir ünvana yox, öz bacarığına bağlamaq istəyirsənsə, təlimlərimdə bunu sənə sıfırdan öyrədəcəm. Bu arada köçməklə bağlı, sənədlərlə və xərclərlə bağlı o qədər çox sual var ki, sizə əlavə video eləyəcəm. Türkiyədə də Azərbaycanlı bir şirkət var, hansı ki sizə sənədlərlə bağlı çox kömək ola bilər. Səhifəni aşağıda qeyd eləyəcəm. Suallarınızı rəydə yazın ki, gələn videoda bu barədə danışaq.